Demək sənə də belə suallar çətin gəlirsə, sona kimi izlə, aydın olacaq. X bərabərdir buradan. Qalıqlı bölmə düsturuna görə 8-i y-ə vururuq, üzərinə də 3 gəlirik. Və buradan isə y bərabərdir, z-i 5-ə vururuq qalıqlı bölmə düsturuna görə. 5z plus qalığı da əlavə eləyirik. X-in son rəqəmini soruşur bizdən. X-in son rəqəmini tapmaq üçün biz nə etməliyik? Burada əvəzləmədə nəzərə alsaq, X-da. X bərabərdir, 8 vurulsun, y-in yerinə yazıq 5z plus 6 plus 3. Bunu vurub açaq. 8-i 5z-də vuranda 40z, 8-i müsbət 6-ya vuranda 48 plus 3. Buna görə də x bərabər olur 40z plus 51. Z istənilən ədəd və rəqəm olduqda bu sıfırla bitəcək. Sıfırla bitən bir ədədin üzərinə 51 gəlsək, o 1 ilə bitəcək. Yəni bu ədədin son rəqəmi 1-dir.